Hər kəsə salam dostlar, hər vaxtınız xeyir. Bu videoda sizlərə PPMM proyektini göstərəcəm. Əminəm ki, bir çoxunuz artıq bu proyekti görmüsünüz və ya ən azı bir dəfə də olsun qarşınıza çıxıb. Bu gün ətraflı olaraq sizlərə bu proyektə necə qatıla bilərik, bu proyekt nədir, necə istifadə edə bilərik, bunları göstərməyə çalışacağam və videomuza keçməzdən əvvəl onu bildirim ki, bu videoda göstərəcəyim heç bir şey yatırım tövsiyəsi deyil. Dostlar, proyektə ilk girdiyimizdə bizi bu bölüm qarşılayır. Burada PPMM nədir? Qısaca yazıblar və bir ön satış bölməsi var. Ön satışı sizlərə ilk göstərəcəm. Necə ön satışa qatıla bilərik? Gəlin baxaq. Burada əvvəlcə pul kisəsini birləşdirin var. Biz bura kliklədikdə bizi bu bölməyə yönləndirəcək. Biz əvvəlcə bura sağ üst bölmədən öz kaşlokumuzu bağlamalıyıq. Məndə artıq kaşlok bağlı göstərir. Burada hansı kriptovalyuta ilə ön satışa qatılmaq istəyəcəyimizi seçirik. Tutaq ki, USDT-ni seçdik və nə qədər almaq istəyiriksə onu yazırıq. $500 yazdım. $500 qarşılığında bu qədər ön satış coini əldə edə bilərik. Coin almaq həqiqətən çox rahatdır. Burada canlı əməliyyatları görürük. Son əməliyyat 6 saat bundan əvvəl olub. Bu biraz təəccübləndirdi məni əslində. Çünki bu proyekt hal-hazırda dünyada ən xod gedən meme proyektlərindən biridir. Çünki həqiqətən də bu proyektin həm reklamlarına çox böyük pullar sərf olunur, həm də proyektin belə deyim, proyekt özünü dayanmadan inkişaf elətdirir. Bunları birazdan sizlərə daha ətraflı göstərəcəm. Hal-hazırda coinin qiyməti budur dostlar. Burada cəmi coin sahibləri 3815 nəfər bu coindən satın alıb sərf etməyəmsə. Burada başqa nələr var? Bu qədər PPMM əməliyyatı olunub və bir də burada belə bir bölüm var, referans bölməsi var. Bu referans bölməsi nədir? Gəlin bunu sizlərə ətraflı izah edəcəm. Proyekti ingilis dilinə çevirək. İlk referansımızdan biz 8% gəlir əldə edirik. Öz dostumuzu bura dəvət etsək, həmin dəvət etdiyimiz insan da öz dostunu dəvət etsə 6%, o da dəvət etsə 4%, 2% və 1%-ə qədər belə deyim gedir. Yəni biz buradan sadəcə coini alaraq deyil, həm də öz dostlarımızı bura dəvət eləyərək də buradan PPMM coini qazana bilərik. Burada başqa hansı bölmələrə baxaq. Hofta buy bölməsini necə ala bilərik, bunu bizlərə uzun-uzadı yazıblar. Burada bir kalkulator bölməsi var. Hansı qiymətdən alıb, hansı qiymətdən satsaq nə qədər qazanacağıq. Bu da çox yaxşı bir bölmədir. Liderlər bölməsi var. Ən çox coini alanları göstərir. Birinci sıradakı 29.000 ya da $290.000 coin satın alıb, ön satışa qatılıb. Həm bu qədər risk eləməyə bilmirəm deyərmi. Proyektin özünə qaydaq, bir də dil istəyirsə deyişək. Burada NFT bölmələri var. Proyekt gələcəkdə NFT ilə bağlı şeylər gətirəcək. Daha sonra 2x staking bölməsi var. Öz aldığımız coinləri staking eləyə biləcəyik. Bir də belə bir airdrop bölməsi var. Həm də bunların yaxında öz oyunları da çıxacaq. Həm Google Play, həm də App Store-dan. Əminəm ki, burada dediklərinin hamısını eləsələr, bu coin həqiqətən də dünyanın ən böyük meme coin olacaq. Çünki hələ ki heç bir meme coin, yəni bu qədər irəli getməyib, bu qədər şey eləməyib. Gəlin indi Twitter bölməsinə baxaq. Bu da proyektin öz rəsmi Twitter hesabıdır. 20.000-dən çox izləyicisi var və burada coinlər ilə bağlı paylaşımlar var. Mən Twitterdən o qədər də anlayışım yoxdur deyə daha detallı sizlərə göstərməyəcəm. İstəsəz özünüz girib baxa bilərsiniz. Videonun altında qoyacağım linkdən. Bir də belə bir bölmə var dostlar. Burada da PPMM-nin statistikalarını göstərir. Səhv eləmirəmsə Twitter statistikalarını göstərir. Burada Twitter istifadəçilərini göstərir. Həm Coinbase borsasının, həm də Binance borsasının admin və CEO-ları bu PPMM-ni Twitterdan izləyir. Daha sonra bu nədir? Bir çox brendlər, bir çox
şirkətlər, burada Ethereum-un sahibi də deyəsən bu PPMM-ni Twitter'dan izləyir və digər statistikalara da buradan ətraflı baxa bilərsiniz. Proyektdə yenidən qayıdaq. Yol xəritəsi var. Yol xəritəsinin də üstünə burada ikinci rübdə CEX listələmələri olacaq. Yəni borsa listələmələri bunlar ön satışdan sonra olacaq və daha sonra staking falan göstərir. Proyektin dilini yenidən Azərbaycanca eləyək. Necə almaq olar? Burada yenidən yazıblar. Bir də tokenin kontraktını biz görürük. Bu coin ön satışlar bitdikdən sonra biz bunu artıq hansı borsada olsa, məsələn PancakeSwap'da falan biz bunu kopyalayıb yapışdıraraq da bu coin'i borsa içərisində tapa bilərik. Burada dostlar bayaqlar sizlərə göstərdiyim YouTube reklamları və əməkdaşlıq etdiyi şirkətlər, burada Twitter postları falan qarşılayır. Tokenomika bölməsinə baxaq. Tokenomika bölməsində də coin hansı bölmələrə paylanıbsa, bunlar bizlərə ətraflı olaraq göstərilir. 37%-i ön satış üçün, 14% airdrop, fondlar üçün 3%, əmanətçilər 8%, şəxsi satış 12%, hərrac 20%, məsləhətçilər 2% və likdiki üçün isə 4% ayrılıb. Burada da xəbərləri göstəriblər. Forbes-da falan da səhiflənməmsə bu coin xəbər olaraq paylaşılıb və proyektin ən alt bölməsində də artıq bu proyektin sosial media linkləri bizi qarşılayır. Bir də proyektin Telegram hesabına da qatıla bilərsiniz. Həm chat var, həm də oyun qrupu var. Bir də ki, bunların airdroplarına qatıla bilərsiniz. Bunun da linkini videonun altında yerləşdirəcəm. Dostlar, bu proyektlə bağlı sizlərə əminəm ki, hər şeyi dedim. Yəni bu həqiqətən də hal-hazırda çox qəşəng proyekt, qəşəng görünür. Yəni təbii ki, burada dediklərini eləsələr daha da yaxşı olacaq. Məsələn, NFT, staking, airdrop və həm Google Play, həm də App Store-da öz oyunlarını çıxarsalar, proyekt çox böyük marağa səbəb olacaq. Onsuz da hal-hazırda dünyada ən çox alınan ön satış proyektlərindən biridir. Mən bunu sizlərə əminliklə deyirəm. Təbii ki, bir daha vurğulayım ki, bu bir yatırım tövsiyəsi deyil. Etdiyiniz yatırımlar hər zaman risklidir, bunu unutmayın. Başqa da hər hansısa bir sualınız olsa videonun altında yazaraq soruşa bilərsiniz. Bu videodan bu qədər. İzlədiyiniz üçün sağ olun.